Bizim onluq kimi birlikdə işimiz nədir və hər kəsin ayrıca bir onluq iştirakçısı kimi biz konqres zamanı çalışmalıyıq, onluğun içində olaq və həmin onluqdan, onun içində olanda biz gərək bir-birimizlə bağlı olaq və bununla bütün onluqlara təsir edək və ümumi dünyanın ümumi olan yəni onluğuna da təsir eləyək. Büney Baruxun. Tutaq ki, bizim daimi onluqlar həmin o fərdi onluqlardır ki, həmin o ümumi bir onluğu təşkil edir. Bəli, bu indi də var, tək o konqres zamanı deyil axı. Bəli, bəs onda bu işin yeniliyi nədən ibarətdir? Ümumi onluq, yəni konqresdə ümumi onluğa qarşı. Çünki biz hər birimiz birlikdə təsir eləmək istəyirik. Elə eləmək istəyirik ki, biz birlikdə olanda bir-birimizə təsir edək və bununla hər kəsdə imkan yaranacaq ki, onluğundan xaricdə də verə bilsin. Yəni onluğundan keçib hamıya verə bilsin və bütün dünyadakı bütün ruhani reallığa təsir eləsin. Bəs gündəlik bizim bu cür niyyətimiz olmamalıdır. Mən eşitməmişəm ki, kimsə belə bir gündəlik belə bir işi planlaşdırsın. Tutaq ki, biz gün ərzində konqresə gəlirik, hər gün gəlirik və biz onluğun içində olan işimiz ümumi niyyətimiz onluğa aid olur, bizim öz onluğumuza aid olur, dünya onluğuna deyil. Bəli, amma indi elə çıxır ki, biz ümumi onluğu qəlbimizdə tutmalıyıq. Siz bunu yalnız konqres zamanı da eləyə bilərsiniz. Bunu necə başa sala bilərsiniz bizə? Yəni, bütün hər kəs öz onluğunda birləşir ki, onların köməkliyi ilə, vasitəsilə bizim bütün Büney Baruxun birləşməsinə, bütün Büney Baruxun bir yeganə onluq içində birləşməsinə təsir edə bilsinlər.